Həqiqətən hesab 34 manat. Yəni mən də burada bir şok yaşadım. İsmail Tur partiyçilər qarşınızdayım. Biz Castle restoranı gəzməyə çıxdıq. Yəqin ki adını düz dedim. Düz demədimsə də yaxşı elədim. Bura həqiqətən çox qəşəng. Gəzməli və görməli yerlərdən biridir. Yeməklər də ki həqiqətən çox ləzzətli və çox ucuz idi. Bura gəlib burada video və yaxud da şəkil çəkdirməməkmi onları statuslara dedik və videolarımızı, şəkillərimizi çəkdik. Daha sonra oturub mənzərəni biraz seyr elədik. Daha sonra təbii ki gəzintimizə davam elədik. Burada belə gözəl kotejlər tikiblər. Yəni istirahət üçün mükəmməl zonadır. Bura gəlib ayaqqabıları çıxardıb, ayaqyalın bu otduqları çəmənlikləri gəzməmək mi olur? Dedik və gəzdik. Təbii ki məndən başqa heç kim eləmədi bunu. Burada gəlmişdim əslində qoza baxım yetişibmi, yetişməyibmi. Mən elə gəlir mən İsmail ləhcəsinə keçim. Hə, inciluz deyib. Nəysə, qoz fındığın sezonu deyil hələ ki, bunu bildik. Sonra bu alçadan yemişdik qırmızı orakənin, onun Allah canı sağ eləsin. Hamı bir-birinə zəhərlənəcək deyirdi, amma heç kimə heç nə olmadı. Yerdə ağacda otduqdan nə tapdıq yedik, əsas olaraq. Bu balacamız da heç dayanmadı da. Yəni. Bizim balacanı kimsə əsəbləşdirmiş. Daha sonra qayıtmaq qərarına gəldik sonunda. Yolda belə bir qəribə fərqli atışdırmalıqlar aldım. Birinci oradakı uşaqlara yedizdirdim ki, nəsə olar olmaz. Sonra özüm yedim. Sonda belə deyə-deyə əylənə-əylənə güclə öz evimizə qayıtdıq.